Salam dəyərli valideynlər. Uşaqlarda qasıq yırtığı və ya qrıja dediyimiz xəstəliyin cərrahi bir xəstəlikdir və bunun ən müasir, ən məsləhətli, ən yeni müalicə metodu laparoskopik, yəni qapalı metodla əməliyyatdır. Bu metodda odur ki, bu əməliyyat daha qısa sürədə olur və bu əməliyyatda kamera ilə qarın boşluğuna girdiyimizdə, baxın bu naziklikdə, bu incəlikdə bir kamera ilə qarın boşluğuna girərək qasıq yırtığının şikayətlər olan tərəfini də görüb əməliyyat sırasında oranı bağlayırıq və qarşı tərəf olan tərəfi də əməliyyat sırasında görürük. Bəzən olur ki, qarşı tərəfdə heç bir şişlik, heç bir şikayəti olmur. Xəstə bir tərəfdən əməliyyat olur, aylar sonra o birisi qarşı tərəfdən təkrarlayır. Amma biz laparoskopik əməliyyat sırasında kamera ilə qarın boşluğunu gördüyümüz üçün hələ simptomları üzə çıxmadan qarşısını ala bilirik. Bu əməliyyatdan sonra xəstə klinikada daha az sürə qalır, daha tez ayağa qalxır, daha az ağır olur və ola biləcək qarşı tərəfdə hələ şikayəti yoxdursa, ola biləcək qasıq yırtığını da bir əməliyyat sırasında qarşısını almaq olur.